Bu arada qeyd edim ki, Türkiyə professoru Yusif Halacoğlu 1993-2008-ci illərdə Türk Tarix Qurumunun sədri olmuşdu. O, bu quruma sədrliyi etdiyi dönəmdə Anadolu ərazisində 1200-dən çox kurqanı müəyyənləşdirib təsbit etdirmişdi və bu kurqanların bir neçəsi qazılaraq araşdırmalar aparılmışdı. Və bu kurqanların yaşı eramızdan əvvəl 4-cü, 2-ci minilliyə aid edilir. Və bu özü belə Anadolu ərazisində eramızdan əvvəl 4-cü minillikdə türklərin yaşadığını göstərir. Lakin maraqlı, daha doğrusu qəribə bir məqam isə budur ki, burada 1200-dən çox aşkarlanan kurqanın yalnız bir neçəsi araşdırılmış, geri qalan kurqanlarda günümüzə qədər hər hansısa arxeoloji araşdırmalar aparılmamışdır. Və Yusif Halacoğlu qeyd edir ki, bu araşdırmaların dayanması onun Türk Tarix Qurumuna sədrliyinin bitməsi ilə başlamışdır. Mövzumuza geri qaydası olsaq, biz demək ki, Anadolu ərazisində eramızdan əvvəl 4-cü minillikdən günümüzə Türk kurqanlarının olduğunu bilirik və Anadoluda 1200-dən çox kurqan təsbit edilib və günümüzə qədər araşdırılmadan qalmışdır və müəyyən sayda kurqan isə araşdırılmışdır. Bu isə onu deməyə əsas verir ki, bu faktlar belə eramızdan əvvəl 4-cü minillikdə türklərin var olduğunu deməyə əsas verir.